Bölməmiz duzlar təsnifatı adlandırılması. Buradan 6-cı sual. Hansı reaksiyadan alınan hər iki maddə suda həll olmur? Deməli, A-dan alınacaq miski sulfat, kuprium SO4 və su. Sulfatlardan dedim də bayaq hansılar həll olmursa. Kuprium sulfat suda həll olurmu? Yazdığınız cədvələ baxın, görün. Kuprium sulfat suda həll olurmu? Bəli, olur. Bəli. Deməli, bu suda həll olur. Bundan getdik. Deyir, həll olmasın. B-yə baxıram. Burada natrium xlor. Natriumun ümumiyyətlə natriumdur, kaliumdur, amoniumdur. Bunların hər bir şeyi suda həll olur. Ona görə natrium xlor suda həll olur. Buradan natrium xlor alınacaq və barium sulfat çökür. Mənə deyir ki, hər ikisi çöksün də. Hər ikisi çöksün. Bir də biz bayaq qeyd eləmədik. Yazın NO3 olan, yəni nitrat turşusunun qalığı olan bütün duzlar suda yaxşı həll olur. Nitratların bütün duzları suda yaxşı həll olur. Bu da belə. Deməli, burada natrium xlor həll olur, barium sulfat çökür. İndi gəlirəm C variantına. Buradan alınacaq alüminium sulfat. Niyə? Bax, alüminium SO4-dən birləşəcək. Hidrogen varsa, OH varsa nə çıxır Əlikram? Dedim, H varsa, OH varsa nə çıxmalıdır oradan? Nə əmələ gəlməlidir? Hidrogenlə OH birləşəcək, nə əmələ gələcək? Asasi. Su. İndi mən bu duzu təyin eləmək istəyirəm. Görün bunun formulu necə olacaq. Alüminiumun valenti neçədir? 3. 3. Bəli. SO4 hansı turşudan gəlir? Turşuları keçmişik, əzbərləmisiniz. Bu hansı turşunun qalığıdır? Sulfat turşusunun, düzdür? H2SO4. Demişəm, neçə dənə əsaslıq göstərən hidrogeni yoxdursa, valenti ona bərabərdir. Yəni ki, hidrogeni yoxdur, yazdım üstünə 2. Deməli, SO4-ün valenti 2-dir, gəlir alüminiumun aşağısına. Alüminiumun valenti 3-dür, gəlir SO4-ün aşağısına. Yəni, alüminium sulfat üstə gələk H2O. Burada da sulfatlardan alüminium sulfat qəşəng həll olur. Bir kalsium, stronsium, barium quruluşun argentium saydıq ki, bu sulfatlar çökür. Bu da həll olur. Mənə deyir, həll olmasın. İndi gəlirəm, barium nitrat hər iki maddədir, suda həll olmasın da. Gəlirəm nəyə? Barium nitrat və argentium xlor da alınacaq. Argentiumla xlor, elə dəyişmə reaksiyada bariumla NO3 birləşir, argentiumla da xlor. Argentium xlor bu cür yazılır. Deyə bilərsiniz ki, uşaqlar, bax, formul yaza bilmirsən, reaksiya yaza bilmirsən, başa salıram. Formula quraşdıranda çətinlik çəkirsən. Əvvəlcə reaksiya daxil olan maddələrin içərisində onun valentini təyin elə. Gör, nədir bunun valenti? NO3-ün valenti nədir? Bu hansı turşudan gəlir? HNO3-dən gəlir də, nitrat turşusundan, düzdür? Neçə hidrogeni yoxdur yanında bunun? Bir dənə. Deməli, NO3-ün valenti 1-dir. Bax, bütöv bu NO3-ün valenti 1-dir. Deməli, argentiumun da valenti 1-dir ki, aşağısına heç nə yazılmayıb. Gətirirəm, argentiumun üstünə 1 yazıram. Valenti 1-dir. İndi gəlirəm bura. Xlorun valenti görək neçədir. Xlor, xlorid turşusundan gəlib. Xlorid turşusundan, H xlordan. Xlorun neçə hidrogeni yoxdursa, valenti ona bərabərdir 1-dir. Bariumun da valenti 2-dir, ikinci qrup elementidir. Gəldi, düşdü xlorun aşağısına. Görürsən, bütün informasiyalar əvvəlki biliklərinizə əsaslanır. Görək turşuları bilirsənmi? Valentlik dərsini öyrənmisənmi? Dövrü sistemi bilirsənmi ki, metal həmişə birləşmələrdə maksimum göstərir. Əgər binar birləşmədirsə, yəni 2 elementdən ibarət olan birləşmədirsə, metal maksimum, qeyri-metal minimum göstərir. Metal burada bariumdur, maksimum 2 valentlidir. Xlor qeyri-metaldır, minimum valentini tapmaq üçün 8-dən qrupun nömrəsini çıxırsan, 8 çıx, 7 eləyir 1. Yəni, həm o informasiyaya görə deyə bilərsən valenti 1-dir, həm də xlorid turşusu ilə əmələ gətirdiyi birləşmədir, bir hidrogeni yoxdur, valenti 1-dir. İndi gətirib xlorun da üstünə yazıram 1. Deməli, bu elə argentium xlor şəklində yazılır da. Bunun heç bir indeksi yoxdur. Yəni, argentium xlor 2 götürür, elə yazmam. Mən dəfələrdən başa salıram evdə uşaqlara. Yenə də dəyişmə görürlər, hə, müəllim dedi ki, o biri iyonlar bir-birindən yerini dəyişir. Mən dəyişdirim, yazım. Aha, indekslər yaddan çıxdı. Mütləq şəkildə onu nəzərə alın. İndi gəldim mən
argentin xlorid və barium nitrat almalıyam. Barium NO3 yazıram. Bariumun valenti 2, NO3-ün valenti sol tərəfdə təyin eləmişdim. 1-ə bərabərdir. Bunu mötərizəyə alıb aşağısında 2 yazacağım. Bu da oldu belə. Nitratların hər bir duzu həll olur. Hər bir duzu həll olur. Argentin xlorid isə çöküntüdür, çökür. Bu belə. İndi gəldik Y variantına. Burada barium sulfat, bariumla SO4 birləşəcək. Barium sulfat əmələ gəlir. Və misdən də OH birləşəcək. Mis 2 hidroksid əmələ gəlir. Baxın, bariumun valenti 2 yazıram üstünə. SO4-ün 2 hidrogeni yoxdur, valenti 2. Ona görə indeks yazılmır. Misin burada baxıram valenti 2, çünki SO4 də 2-dir, yazıram üstünə 2. OH-ı da bilirik ki, valenti 1-dir. Ona görə mis 2 hidroksid. Və sulfatlardan yazmışam kalsium, barium, stronsium, qurğuşun, argentium çökür. Deməli, barium sulfat da çöküntüdür. Qələbi torpaq metallarından başqa bütün hidroksidlər çöküntüdür. Deməli, mis 2 hidroksid də çöküntü olacaq. Onda da cavab Y variantı eləyir. Aydındır, hər ikram. Bunu ətraflı deməyimdə məqsəd dedin reaksiyaları yazmaqda çətinlik çəkirəm, formulları qurmaqda çətinlik çəkirəm. Aydınlaşdırdım ki, reaksiyanın əvvəlində təyin elə, sonda da tərtib edə biləsən. Bəli, müəllim, çox sağ olun. Buyur. Sonra burada suallarınızı verin uşaqlar. 12. 12. Deməli, 12-də nə istəyir? Hansı halda miski xlorid əmələ gəlir? Artıq burada sözdən verib hamısını. Sözdən verib eləməliyik. Miski hidroksidlə natrium xloridin reaksiyasından. Miski hidroksid yazıram və natrium xlorid yazıram. Bu da mən dediyim qaydalara gəlib çıxır. Keçən ildə demişəm, bu il nə vaxt idi? Hansı məhlullarda idi, səhv bilmirəmsə. Duz üstə gələk duz. Duz üstə gələk əsas reaksiyalarında əvvəldə çöküntü olanda reaksiya getmir. Yəni bu reaksiya ümumiyyətlə getməyəcək ki, nəsə almasın. Çünki natrium xlor duzdur. Bu suda həll olanda natriumun bütün duzu həll olur. Ancaq mis 2 hidroksid çöküntüdür. Ona görə duz əsas reaksiyasında əvvəldə çöküntü var. Bu reaksiya getməyəcək. Mis metalı H xlor qazı ilə, ümumiyyətlə H xlor qazı ilə istəyir mis olmasın, hansı olur olsun, getməyəcək. Çünki o suda məhlul versin, turşu versin ki, getsin. Qaldı da ki, mis hidrogendən sonra olan metalların sırasında. Ancaq demişəm ki, qatı sulfat, qatı və duru nitrat turşularla gedə bilər. O da qızıl, platin, iridiumdur, ondan sonra palladiumdur. Bunlar çıxmaq şərti ilə. Argentium girir, sonra civə girir, mis girir, hidrogendən sonra olan metallardan. O da qatı sulfat, qatı və duru nitrat. Qalan heç bir turşudan hidrogendən sonradakılar reaksiyaya girməz. Bu da getdi. Mis metalı xlorid turşusunun qarşılıqlı təsiri onu aydınlaşdırdıq da. Hidrogen xlorid qazı ilə heç biri getmir, heç bir metal. Gərək ki, suda həll olsun, məhlul əmələ gətirsin. Ancaq metal xlorid turşusu nəzərdə tutulursa, bu zaman hidrogenə qədər olan metallar olur da. Qələbi metallar var orada, ortaq tip metallar, onlar reaksiyaya girir. Hidrogendən sonradakılar olmaz. Mis metalı xlor mühitində. Yəni, mis üstə gələk xlor 2, bəli, bu reaksiya girəcək, mis 2 xlor əmələ gəlir. Mis 2 oksidə kalsium xloriddən təsir etmək. Mis 2 oksid üstə gələk kalsium xlorid. Bu reaksiyada getməz, çünki reaksiyanın əvvəlində elə çöküntü var, bu reaksiya getməz. Yəni, məsələn, o zaman dediyim kimi çöküntü reaksiyanın əvvəlində problem olmaz ki, turşudan reaksiya getsin. Məsəl üçün, kalsium karbonat üstə gələk sulfat turşusu reaksiya gedəcək. Çünki sulfat turşusunun tərkibində, yəni bu H2SO4 güclüdür duzun tərkibindəki karbonat qalığından. Ona görə onu sıxışdırıb çıxarda bilər. Yəni, duz və turşu reaksiyasında əvvəldə çöküntü olmaqda bir problem yoxdur. Eləcə də turşu və əsas reaksiyalarında əvvəldə çöküntü olmağında bir problem yox.
Başa düşdün, Fatimə? Bəli, müəllimə, çox sağ olun. Buyur. 13 də var. Ağ rəngli X duzunun üzərinə natrium hidroksid məhlulu əlavə edib qızdırdıqda kəskin ilə qaz ayrıldı. Deməli, buradan qaz ayrılırsa ya A-dır, ya Y-dir. Niyə? Çünki NH4 xlordur, NH4 yoddur. Bunlar reaksiyaya girəndə oradan NH3 qazı ayrıla bilər. Amoniak, bu da kəskin ilə qazdır. Sonra, yəni NH4 məsəl üçün xlor üstə gələk natrium OH yazsam, bu zaman natrium xlordan birləşəcək, NH4 OH-dan birləşəcək. NH4OH da zəif əsas olduğuna görə alındığı anda parçalanır amoniaka və suya. Bir də natrium xlor əmələ gəlir. Amoniak burada NH3 kəskin ilə qazdır və bu kəskin ilə qazın əmələ gəlməsi burada gedir. Sonra deyir ki, alınan məhlula gümüş bir nitrat əlavə etdikdə ağ rəngdə çöküntü verir. Yəni, natrium xloridə təzədən argentium NO3 əlavə eləsəm ağ rəngdə çöküntü verəcək. Argentium xlorid və natrium nitrat. Bax, bu argentium xlorid ağ rəngdə çöküntüdür. Yadınızda saxlayın, yazıram ora bir neçə çöküntünü. İon mübadiləsi reaksiyalar dərsində çöküntülərin rənglərini də öyrənəcək. Bütün çöküntülər yox. Təbii ki, bizə testlərdə lazım olan əsas çöküntülər cədvəldə veriləcək. O cədvələ əzbərləməklə biləcəyik. Argentium xlorid ağ rəngli çöküntüdür. Argentium bromid sarımtıldır. Argentium yodid sarıdır. Argentium ortofosfat PO4 var ki, bu sarı rəngdə çöküntüdür. Miski sulfid var ki, qara rəngdə çöküntüdür. Deməli, çöküntülərin orada kadmium sulfid var, sarı rəngli çöküntüdür. Yəni, çöküntülərin orada rənglərini, bəzilərini öyrənəcəyik. Misik hidroksid məsəl üçün göy rəngli çöküntüdür. Mis 2 oksid qara rənglidir. Mis 1 oksid qırmızı rənglidir. Bəzi orada rəngləri öyrənəcəyik. Dəmir 3 hidroksid, ferium, OH, 3 üstə gələk nitrat turşusu HNO3 reaksiyasından əmələ gələn duz. Bax, Əlikiram, özün yaz, zəhmət olmasa. Bir hidrogen gəlib özünə uyğun bir dənə OH götürəcək. Nə qalacaq yerdə? Su əmələ gətirməlidir. Hə? OH. Neçə dənə OH qalır orada? 2 dənə. Ay, sağ ol. Başa düşdün? Bəli, mənim. İndi 15-i də mən dediyim şərtə uyğun öz-öz eləyin görək. Duz əsas reaksiyalarında əvvəldə çöküntü olanda reaksiya getmir. Duz üstə gələk duz üstə gələk əsas. Ancaq sonda çöküntü alınmalıdır da. Bir baxın görək özünüz 15-ə ona uyğun. Burada cavab D variantıdır. Çünki reaksiyanın əvvəlində magnezium karbonat çöküntüdür. Bəli. Çöküntüdür. Bəs mən burada Y variantındakı reaksiyadan nə öyrənəcəm? Karbonat turşusu silikatdan güclüdür axı sırada. Gəlib onu sıxışdırıb çıxardacaq. Natrium karbonat üstə gələk silikat turşusu əmələ gələcək. Sonra 18 var mənim. 18-ci sual. Hansı reaksiya sulu məhlulda baş vermir? Yəni, eynən mən dediyim qaydalardır, biz bildiyimiz qaydalar. Və bir də bir şey var ki, onu da keçmişik əslində demişəm. Yadımda deyil hansı mövzuda, amma demişəm ki, reaksiyanın əvvəlində aktiv metallar olanda, elə deyəsən dövrü sistemdə idi də. Elə bil ki, reaksiyanın əvvəlində çox aktiv metal olanda, aktiv metalı əlavə ediblər ki, duzun içərisindən metalı çıxartsın. Məsəl üçün, natrium üstə gələk,
Deyək ki, mis-2 sulfat. Fikirləşirsən ki, aktivlik sırasında natrium misdən əvvəldir. Onu gəlib sıxışdırıb çıxartsın, amma bu olmayacaq. Bu sulu məhlul olduğuna görə natrium suya düşən, bu məhlula düşən kimi başı dərhal suya qarışır. Heç duzlar yadından çıxır. Bu o qədər suya hərisdir ki, duz yaddan çıxır. Tez natrium gəlir nəydən birləşir? Reaksiyaya girir sudan. Və buradan natrium OH üstəgələk H2 yaranacaq. Metal və duz reaksiyalarında əvvəldə aktiv metal olanda, əgər duzun suda məhlulsa, o zaman aktiv metal, məsəl üçün dediyim kimi natrium üstəgələk mis-2 sulfat götürürəmsə, natriumun başı suya qarışır. Bu məhluldur axı. Mis-2 sulfatla yanaşı orada su da var. Yəni natrium üstəgələk su əmələ gələcək natrium OH üstəgələk H2. Ondan sonra bəli, bu natrium OH mis-2 sulfatdan reaksiyaya girəcək. Natrium OH üstəgələk mis-2 sulfat əmələ gələcək mis-2 hidroksid və natrium sulfat. Yəni belə. Ona görə də sulu məhlulda əvvəldə metal olanda reaksiya mis üstəgələk natrium sulfat kimi getməz. Yəni natrium gəlib misi buradan sıxışdırıb metal kimi çıxarda bilməz. Birinci növbədə sudan girəcək, sonra alınan əsas mis-2 sulfatdan gedəcək. Yəni reaksiyadan həm H2, həm mis-2 hidroksid, həm natrium sulfat belə çıxır. Metal üstəgələk natrium sulfat çıxmır. Yəni bu da reaksiyanın getmə şərtlərindən biri. Deməli, duz-duz reaksiyasında əvvəldə çöküntü, onda reaksiya getmir. Duz əsas reaksiyasında yenə elə. Çöküntü turşudan reaksiyaya girə bilər. Turşu əgər duzun tərkibindəki turşu oksidindən, daha doğrusu turşu qalığından güclüdürsə, onu sıxışdırıb çıxardır. Və eyni zamanda aktiv metal və duz məhlulu olanda aktiv metal gəlib duz məhlulundan metalı çıxartmaz. Bu da şərtlərimizdən biridir. Ona görə gəlin 18-i buna uyğun axtarın özünüz deyin mənə. Deyin görək nə alınır? Nə alınır uşaqlar? Hansı variant uyğun gəlir? Sizcə hansı reaksiyanın əvvəlində aktiv metal dayanıb duzu çıxartmağa çalışır? Eşidirsiniz məni? Bəli, mən. Burada kalsiyum OH oldu. Bəli. B variantındakı kalsiyum gəlib dəmiri çıxarda bilməz. Çünki suda məhlul olduğuna görə kalsiyum birinci sudan reaksiya edir. O da belə. Sonra Mənim 24 da var. 24. HX üstəgələk YOH2. Normal duzun alınması ilə gedir. Bax, yazıb normal duz. Normal duz almaq üçün biz bunları hansı mol nisbətində götürək 50 qram. Yəni normal duz almaq üçün elə eləməliyik ki, H-ın sayı OH-ın sayına bərabər olsun. Onda hərəsindən nə qədər götürək? Mən 2 mol HX götürəcəyik. Bəli, bəli. Buradan alınacaq onda 2 hidrogen 2 OH-dan birləşib 2 su əmələ gəlir və YX2. Niyə? Y-ın valenti 2-dir ki, gəlib OH-ın 2 yazdım. Y-ın valenti 2-dir ki, gəlib OH-ın aşağısına düşüb.
X-in də valenti 1-dir. Hidrogen də 1, X də 1. İndi deyir ki, H2-in molekyar kütləsi 81-dir. Bir dənə H2 81-dirsə, 2 dənə H2 eləyəcək 162. YOH2 də bu 58-dir. Suyu da bilirik 18 yazıb 18 də 2-yə vuranda eləyəcək 36. Hə. Onda belə yazırıq. 162 üstə gələk 58 bərabərdir. Bu duzun kütləsini bilmirik. M üstə gələk neçə? 36. Qutardı. Tənlik qururuq. Oradan da M-i tapırıq. İndi hesablayın görün M neçə olar? Bildin? Yəni sən mütləq bu reaksiyada əgər normal duz deyirsə, H-dan OH-ın sayını bərabər eləməliyəm. Əsaslıq göstərən hidrogenlə turşuluq Mənim orada göstərməsi 184 eləyir də. ola bilər yəni. Başa düşdün? Başa düşdün niyə belə oldu Əkrəm? Niyə 81-i 2-yə vurduq? Bəli, mənim başa düşdüm. Sonra burada sualın yoxdur Əkrəm. Mikrofonu açıq qoy ki, tez-tez sual verəsiz. Çünki mən 11-lər siz birinci qrupdasınız da, 4-lərdən də əlavəm var. Onlardan çətin işləyirəm, çətin testlər işlədirəm. Saat 7-də onlardan əlavəm var. Ona görə deyirəm siz suallarınızı verin, keçək. 36 mənim. Sulfat turşusunu tamamilə turş tuza çevirmək üçün neçə qram kalsium hidroksid? Bax, sulfat turşusu yazıram. H2SO4 üstə gərək kalium hidroksiddir. Görsən, kalium OH. İndi deyir turş tuz. Görsən, turş tuz deyir. Turş tuzsa içərisində hidrogen qalmalıdır da. Yəni, hidrogen sayı OH-ın sayından çox olmalıdır. Elə burada da görürəm hidrogen sayı OH-ın sayından çoxdur da. Onda bir OH bir H-ı götürər. Bax, normal olsaydı gərək mən kalium OH-ın sayında 2 götürərdim ki, 2 OH 2 hidrogen olsun. Və turş tuz dediyinə görə H-ın sayı çox olur. Elə bu cürdə qalır. Burada nə alınacaq? Deməli, kalium HSO4 niyə? Bir OH bir hidrogeni götürəcək. Bir OH bir hidrogeni götürəcək, bir dənə su çıxacaq. Yerdə nə qalır? Kalium HSO4 üstə gələk suda. Suyu yazdım burada. İndi deyir 49 qram sulfat turşusu. Bu 98-dir. 98 üçün 56 qram kalium OH lazımdırsa, 49 üçün yarı qədər, yəni 28 qram lazım olacaq. Orada da cavab B variantı. Başa düşdün? Bəli, mənim çox sağ ol. Buyurun. Keçək növbətiyə. Mən də bu səhifədə yoxdur. Bu səhifədə var. Əkrəm sualı. Mənim sayfamda mənim 40 var. 40 var. 42. 42. Hansı halda əsasla turşunun göstərilən mol nisbətinə turş duz əmələ gəlir? Mən nə dedim? H-ın sayı OH-ın sayından çox olmalıdır və bir şərtdən ki, turşunun özündə əsaslığı çox olsun, yəni hidrogen sayı çox olsun da götürüb H-xlordan 5 mol, məsəl üçün, barium hidroksiddən 1 mol olanda demək ki, ay müəllim, burada 5-dir, burada 2 dənə OH-dır, buradan turş tuz alacam, yox. Özündə hidrogenin sayı çox olmalıdır və OH-dan müqayisədə hidrogen sayı OH-dan çox olmalıdır. İndi sizcə hansında turş tuz əmələ gələ bilər, hansında hidrogen sayı OH-ın sayından çoxdur? Bax görüm.
Əlikrəm, səncə hansında çoxdur? Bax ora. Y bəndində müəllimə. Y-də eynidir axı. Bax 3 dənə OH, 3 dənə H. Müəllimə C-də. Ay sağ ol. Sonra 43-sə 53. müəllimə olacaq. neçə? 43-sə elə olacaq. İndi OH-ın sayı çox olmalıdır. Əsası düz deyir. OH H-dan çox olmalıdır. Bax görək. Fatimə, sən də 53 deyirsən elə? Bayaqdan 53 deyirsən. Salam müəllimə. Salam Bilal. Yəni yenə burada C olur da. Hə, C variantıdır. Bilal, neçəyə qədər işləmsən? Mən duzları işləyən müəllimə çatdırmadım. Heç nə. Onda işləyərsən. Gələn dəfəyə testin biraz da çoxalacaq. Çoxalacaq, amma işlədiyimiz Olur, testlərə problem bax. Hə, Yaxşı ki. yaxşı. 53 dedim Fatimə deyəsən, hə? Bəli. 1 molunda olan atomların mol sayı 9-dur. Duzun formulunu deyir, müəyyən edin. Normal duz olmalıdır. Atomların sayını saya bilmirsən sən. Yox, mən burada normal düz olmasını deyirdi. Normal düz olması üçün OH-la H-ın sayı bərabər olmalı. O, belə reaksiyalarda bərabərləşdirə bilərsən. Qalan burada əsasi duzlu bu getdi, turş duzlu bu getdi, 2 qat duzlu bu getdi. Vəssalam. A variantı. Ya A-dır ya D-dir, bax saymasan da üçün. Belə reaksiyalar verəndə deyirəm ki, OH-ın sayı H-dan çoxdursa bu əsasi duz alınır. H-ın sayı OH-dan çoxdursa turş duz alınır. Və bir şərtdən ki, məsələn, H xlor götürüb bundan turş duz ala bilmərik. 10 mol da götürsək. Bir şərtdən ki, özündə əsaslıların sayı çox olsun turşuda. Əsasdırsa özündə turşuluğun sayı çox olsun ki, əsası duz əmələ gətirsin. Yəni bunu 10 mol da götürsən, özündə OH-ın sayı 1 olduğuna görə sən bundan əsas duz ala bilməzsən. Özündə olmalıdır. Belə. Bəli, başa düşdüm. Sonra gəldik bura, bu səhifədən. Var. 57 var mənim. 57. Deyir ki, 5 qram qarışıqdır. Üzərinə artıq miqdarda nitrat turşusu dökürük. İndi bunu da sən mənə deyəsən. Kalsium karbonat götürdüm, üzərinə gəlirəm nitrat turşusu. Beləndə barium sulfat götürürəm, üzərinə gəlirəm nitrat turşusu. Səncə hansı reaksiya gedər, hansı getməz? Niyə görə? Fikirləş, sonra cavab ver. Birinci sən cavab ver, bilməsən Fatimədən soruşacaq. Nəyə görə deyirsən ikinci reaksiya girmir? MSO4 çöküntü deyil. Fərqi Ona yoxdur. görə Reaksiyanın əvvəlində kalsium karbonat da çöküntüdür. Reaksiyanın əvvəlində turşu duz olanda dedim, çöküntüdə problemi olmur. Sadəcə bir şeydə düzdür, cavab ikincidir. İkinci reaksiya getmir. Amma səbəb o deyil. Səbəb odur ki, turşuların aktivlik sırasında nitrat sulfatdan zəifdir. Ən birinci sulfat gəlir, sonra nitrat gəlir, xlorid, bromid, yəni sulfat gəlib onu çıxarda bilər də. Nitrat sulfatı necə çıxartsın? Ona görə bu reaksiya getməz. Amma duz, turşu reaksiyalarında əvvəldə çöküntü olmağın bir problemi yoxdur. Yəni, əgər duzun tərkibindəki turşu qalığından güclüdürsə, turşu, reaksiyaya girən turşu, onu sıxışdırıb çıxardar. Yəni, bu ikinci reaksiya getməyəcək, birinci reaksiya gedəcək. Əlavə etdikdə deyir, 448 milli qaz alınır. Bunu litrə çevirəndə 0,448 litr eləyir. Yəni, mən burada kalsium karbonat üstə gələk HNO3 reaksiyasında kalsium nitrat üstə gələk H2O üstə gələk karbon qaz alır. Reaksiyanı yazıram, sonra üzərində hesablamalarımı aparıram. Yaxşı, kalsium nitratı necə aldıq? Kalsium valenti 2-dir.
NO3 HNO3-dən gəlir, nitrat durusundan gəlir. Bir hidrogeni yoxdur, valenti 1-dir. Ona görə də götürüb mötərizənin çölündə 2 yazdım. Buradan sonra karbonatı CO3-ü görürəm. Buradan əslində H2 karbon O3 alınmalıdır. Bu çox zəif turşudur. Elə bil ki, Fanta-Cola var, ha, qazlı su. Görürsünüz, onun ağzını açan kimi uçub gedir. Yəni, o qədər zəifdir ki, alınan anda parçalanır. Yəni, onu karbonat şəklində yazmağınız doğru deyil. H2O-dan karbon qazının bu cür formada H2O və karbon qazı şəklində göstərməyiniz doğrudur. Və buradan kalsium nitrat, H2O və karbon qazı əmələ gələcək. Yazdıqmı bunu? Sonra deyir ki, 0,448 litr, yəni mən bu millini litrə çevirdim də, qaz alınır. 0,448 litr. Onda görək nə qədər kalsium karbonatı reaksiyaya girir. Buradan kalsium karbonatı tapacağıq, cəmi 5 qram daha. Oradan kalsium karbonatı tapandan sonra kalsium karbonatın kütləsini çıxırıq, yerdə qalan barium sulfatdır. Məndən barium sulfatı istəyir. O da qazın köməkliyi ilə tapılır. Görürəm ki, reaksiyadan 1 mol karbon qazı əmələ gəlir. 1 molda istənilən qazın həcmi neçə litrdir Əlikrəm? 1 mol istənilən qazın həcmi neçə litrdir? 22,4 litr. 22,4 litr. Mikrofonu açıq qoyun ki, tez sualıma mənə cavab verin. 22,4 litr karbon qazı ayrılanda reaksiyaya girən kalsium karbonatın kütləsi 100 qramdır. Bəs 0,448 olanda reaksiyaya girən kalsium karbonatın kütləsi nə qədər olacaq? Bu da eləyəcək 2 qram. 2 qram. Deməli, 5 qramdan 2 qramı kalsium karbonatdırsa, 5 çıxaq 2, 3 qramı da barium sulfata aid olacaq. Burada da cavab 3 qram Y variantı. Başa düşdün? Bəli, müəllim, çox sağ olun. Buyur. Sonra. Var burada başqa sualınız? Hə, Burada 58 də var idi. 58. Bax, 2 mol kalsium hidroksiddir. Yazıram. 2 mol kalsium hidroksid. 2 mol karbon dioksid. Karbon dioksid CO2 deməkdir. Karbon dioksid. Və bu zaman nə alınır? Bunları ixtisar edəndə birin birə nisbəti deməkdir də. Yəni 1 mol bundan, 1 mol bundan ixtisar edəndə. Bax, kalsium, karbon, O3 və H2O əmələ gələcək. Hardan bildim? Belə baxıram, buradan OH var, 1 mol suyu çıxardıram. Harda HOH varsa su çıxır axı. H2O-nu çıxartdım çölə. Yerdə nə qaldı? Burada bir dənə oksigen qalır kalsiumun yanında. Burada da karbon qazı var da. Bunlar birləşək kalsium karbonat əmələ gətirəcək. Kalsium karbonatın kütləsi 100 qramdır. 100 qramdır. 1 mol girəndə kalsium hidroksid 100 qram alınırsa, burada 2 mol girib altı. Mən ixtisar elədim ki, duzu tapım. 2 mol girib, ondan da 200 qram olacaq. 200 qram kalsium karbonat C variantı. Başa düşdünüz? Yəni burada 71-də X və Z oldu. Çünki sink SO4 ilə ferrum SO4 həll olurdu. Yəni töküntülərdə yox idi. Karbonatdan da natrium kalium NH4 həll olduğuna görə bu ferrumla sink o sırada olmadığına görə götürmürük. Bəli. Karbonatlarda natrium, kalium, amonium həll olur. Sinkdən ferrum ikisi də çöküntüdür. Həll olan, amma X-dən Z götürəcəyik ona görə. Sulfatlardan dedikdə hansılar çökür? Qalanları həll olur. Sink sulfatda, dəmir sulfatda həll olur. Burada başqa sualınız var? Xeyr, mən. Gəldik bu səhifəyə. Neçə qədər işləmisən Fatimə? Elə məndə 80-ə qədər. Sualınız yoxdur ki. 74. Bir valentli metal sulfatının molyar kütləsi. Bax, nə deyir onu yazıram. Bir valentli metal yazıram. Üzərinə 1.
Sulfat yazır, SO4 qoydum. SO4-ün valenti neçədir? 50 gram. SO4-ün üzərinə nə yazım? Bayaqdan deyə gəlirik. Bu hansı turşudan gəlir? Yanında neçə hidrogeni yoxdur? O qədər də Demədim. valent olur. Bax, bu SO4-ün valenti nə olacaq? Neçə İki hidrogeni olur, yoxdursa tamam. o qədər. Ay sağ ol, 2. Deməli, bu duzun kütləsidir 174-dür. Qutarı getdi də. 174-dən kükürddən oksigen çıxırsan, hər birinin kütləsi verib. Alınanı da 2-yə böləsən, bir dənə x-i tapacaqsan burada. Başa düşdün? Bəli. Amma indekslərini nəzərə alasan, ha. 16-dır bir dənə oksigenin kütləsi, vuracaqsan 4-ə, 64. 174-dən 64. Sonra kükürdün kütləsi 32 çıxacaqsan, nə alınacaqsa onu da 2-yə böləcəksən, bir dənə x-i tapmağa.